Böyrəklərimiz üçün 3 ən faydalı bitki. Birinci yerdə qızıl çətir otu gəlir. Ta qədimdən bəri ənənəvi tibbdə qızıl çətir otundan böyrəklər üçün istifadə olunub. Çünki tərkibində flavonoidlər var və bu da böyrəklərdə sidik ifrazını artırır. Sidik qovucu təsiri sayəsində isə sidik yollarında olan kristallar, daşlar təbii yolla ifraz olunur. İkinci yerdə isə levistik kökü gəlir. Güclü iltihab əleyhinə bir bitkidir. Bu da ta qədimdən bəri istifadə olunub. Eyni zamanda iltihab əleyhinə də böyük təsiri var. Bədəndə artıq ödəm və yaxud da şişkinliyi aradan qaldırmaq üçün istifadə olunur. Üçüncü yerdə isə rozmarin yarpağı gəlir. Rozmarin üzərində bir araşdırma aparıblar alimlər. Diabetik siçanlara rozmarin yağı veriblər və onlarda böyrək zədələnməsinin qarşısını alıblar. Eyni zamanda rozmarin həm də güclü antioksidantdır və böyrəklər üçün çox faydalıdır. Sidik yollarının təmizlənməsi üçün də rozmarindən istifadə olunur. Bax saydığım bu 3 bitkinin hər üçü diurnes qida əlavəsində var. Dərman vasitəsi deyil, qida əlavəsidir. Bu 3 bitkidən hazırlanıb. 3 bitkinin ekstraktından hazırlanıb və Polşa istehsalıdır. Gündə 2 dəfə olmaqla, hər dəfə 1 tablet içməklə siz elə bil ki, bu 3 saydığım bitkini qəbul etmiş olacaqsınız. Nəticədə, əgər sizdə böyrək daşları yaranıbsa, yəni kiçikdirsə, onlar təbii yolla böyrəkdən atılacaq. Sidik yollarında daşlar varsa, onlar atılacaq. Üzünüzdə, gözünüzdə şişlər varsa və yaxud da ayaqlarınızda şişlər varsa, bunlar çəkiləcək. Çünki diurnes həm böyrəkləri dəstəkləyir, sidik yollarının axınını sürətləndirir. Eyni zamanda bədəniniz ödəm tutubsa, yəni böyrəyin düzgün işləməməsi nəticəsində sizdə bir şişkinlik yaranıbsa, bu şişkinliyi də aradan qaldırır. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.